Bugünkü xutbəmiz inşallah evlilik həyatı haqqında, ailə dəyəri haqqında olacaqdır. Allah Azze ve Celle bizə evlilik həyatının nə qədər dəyərli olduğunu, nə qədər önəmli olduğunu bizə Quran-ı Kerimdə bir neçə yerdə işarə etmişdir. Baxın değerli kardeşler, evlilik hayatının hakikaten de bizim dinimizde çok ama çok büyük bir yeri vardır. Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur ki وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا لِتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ Allah Azze ve Celle buyurur ki özleriyle ünsiyet kurup rahatlık tapasınız diye özünüzden zövzələr, hayat yoldaşları yaratması ve aranızda sevgi ve merhamet var etmesi onun ayelerindendir. Allah'ın kudretinin nişanelerindendir. Sonra Allah buyurur ki hakikaten bunda düşünen bir kavim için ayeler vardır, işareler vardır. Bakın değerli kardeşler, bu ayet-i kerimede Allah Azze ve Celle bize evlilik hayatının Allah'ın ayelerinden bir ayet olduğunu bize haber verir. Ve hakikaten de bunun üzerine düşündüğünüz zaman görersiniz ki bu Allah'ın kudretinin nişanesidir. Evlilik hayatı, evlenmek bütün peygamberlerin sünnetidir. İlk peygamber Adem peygamberden sonuncu peygamber Muhammed Mustafa sallallahu aleyhi ve selleme kadar peygamberlerin sünnetidir. Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur ki وَلَقَدْ أَرْسَلْنَا رُسُلًا مِنْ قَبْلِكَ وَجَعَلْنَا لَهُمْ أَزْوَاجًا وَذُرِّيَّةً Andolsun ki biz senden önce peygamberler göndermiş ve onları zövceler, hayat yoldaşları ve evlatlar ile ruzilendirmiştik. Bakın değerli kardeşler, bu peygamberlerden tabii ki istisnaları vardır. İsa peygamber, Yahya peygamber bunlar evlenmemiştir. Ama valla için bunun müeyyen bir sebebi var idi. Bakın değerli kardeşler, evlilik hayatı peygamberlerin sünnetidir ve Allah Azze ve Celle'nin ayetidir, onun kudretinin nişanesidir. Tabii ki değerli kardeşler, evlilikte onu da diyelim ki bu dünyada var olan əqideler, var olan mukabileler hamısı demiyorlar ki sadece ve sadece bu dünyasındır. Ama bu əqideler arasında ele bir əqid var ki, ele bir kəbin var ki, ele bir mukabile var ki o evlilik əqdidir ki o sadece bu dünya için değil hem bu dünya hem de ahiret içindir. Yani inşallah bu dünyada Müslümanlar öz hayat yoldaşlarıyla oldukları Müslümanlar, kadınlar da cennette bir yerde olacaktırlar. Bu Allah'ın vaadidir. Değerli kardeşler, evlilikte əsl olan olması gereken o evliliğin ebedi olmasıdır. Yani kimse zarafat ile çevik keserken, evlenerken dese ki ben 1000 illik evlenirim deyerse bilin ki onun kebiri, onun evliliği batıldır, öyle bir evliliği yoktur. Halbuki biz biliriz ki insan bu dünyada 1000 yıl yaşamaz. Neye göre batıldır, neye göre o kebir cesarsizdir? Çünkü o əsl olan bir şeye xilaf bir şey getirmiştir. Müvəqqəti olsa belə bir vaxt koymuştur. Bu ise değerli kardeşler, bu şəriətə müxalifdir ve bu kebir de kebir sayılmaz. Ona göredir ki möhtərəm Müslümanlar, adını ne koyursunuz koyun, müvəqqəti nikah olsun veya siğə olsun, bütün bunlar batıldır ve İslam'da bunların heç birinin yeri yoktur. Hansı bir qeyrətli Müslüman, qeyrətli kişi razı olar ki onun yaxınlarından kiminləsə gəlib bir nəfər 1 aylık, 2 aylık, 3 aylık nikah bağlasın. Və yaxud da hansı namuslu, iffətli bir qadın razı olar ki kimlərsə gəlib ona təşkil eləsinlər ki 1 aylık, 2 aylık, 3 aylık nikah bağlayır. Bütün bunlar değerli kardeşler şəriətə müxalif olan şeydir. Allah Azze ve Celle evliliği əqdini müqəddəs tutmuştur. Evliliği əqdi kəbir sadece iki nəfər arasında olan bir əqd değildir. Eyni zamanda Allah tarafından da Allah katında da o möhkəm bir əhd sayılır. Bakın Kur'an-ı Kerim'de okuyanlar bilir ki Arap dilinde Allah Azze ve Celle evliliği əqdinə mithaqan galiza demiştir.
Yani çok möhkəm, məsuliyyətli bir əqid demiştir. Eyni ifadəni Allah Azze ve Celle peygamberlerden əhd aldığı zaman onlara da mithaqan galizan kelimesini istifade etmiştir. Bu onu gösterir ki evlilik hayatı çok değerlidir. Evlilik hayatında əsr olan olması gereken onun ebedi olmasıdır. Ona göredir ki değerli kardeşler, bu evlilik hayatına Allah'ın aylarından bir ayet olduğu için ona hürmet etmeli, onu korumak için elimizden geleni etmeliyiz. Bakın biz demiştik ki ve defalarla bunu demiştik ki şeriatimizde buna ad-daruratul hams deyirlər. 5 zaruri bilinmesi gereken bir ilim veya başka bir adla desek 5 esas prensip. Yani üsul alimleri deyirlər ki, Kur'an-ı Kerim'e baktığınız zaman görersiniz ki, orada var olan ehkamlar, kanunlar, onların hamısı sadece ve sadece 5 hükmü korumak için gelmiştir. Onlardan birincisi dindir ve ona göredir ki Allah Azze ve Celle ibadetleri emretmiş, cihad emrini emretmiştir ki din korunsun. Ondan sonra değerli kardeşler nesildir. Neslin korunması için Allah Azze ve Celle evliliği icazı vermiş, zinanı haram etmiş, böğürtlen atmağı ise büyük günahlardan saymıştır. Ve ondan sonra değerli kardeşler ağıldır ki Allah Azze ve Celle sərxoş edici şeyleri haram etmiştir, oğurluğu haram etmiştir, malın korunması vesaire. Yani bu esas evlilik ise bu 5 prensiplerden biridir. Değerli kardeşler, ona göredir ki Müslümanlar bu meselede ehtiyatlı olsunlar. Bakın bizim şeriatimizde bu evlilik akdi şebil o kadar değerlidir ki Resulullah sallallahu aleyhi ve sellem bize bildirir ki asla evlilik meselelerinde zarafat olmaz. Allah Resulü buyurur ki "Selasun cidduhunne ciddu ve hazluhunne ciddi en-nikah ve talak ve raca." 3 şey vardır ki onların ciddisi de ciddi sayılır, zarafatı da ciddi sayılır. Bunlar evliliktir, boşanmaktır ve raca ise talaktan geri dönmektir. Bakın bunların üçü de evliliğe aittir. Yani bu meselede ihtiyatlı olmak lazımdır. Bir Müslüman zarafat ile öz hayat yoldaşına dese ki seni boşadım, bilsin ki bu gerçekleşmiş olmuştur. Yani bu baş vermiştir. Onun içindir ki asla bu üç meselede zarafat kabul olunmaz. Zarafat edilse bile onların hamısı ciddi kabul olunur. Değerli kardeşler, Allah Azze ve Celle Kur'an-ı Kerim'de iman getirenlere özellikle onlara hitap ederek onlara emredir. Uca Allah buyurur ki ya eyyühellezine amenu, ey iman getirenler, ku enfusakum ve ehlikum naran ve kuduhan nasu vel hicara. Ey iman getirenler, özünüzü ve ailenizi yanacağı insanlar ve taşlar olan cehennemden, oddan koruyun. Elə bir od ki, o cehennemin üzerinde Allah'ın emirlerine asla üstün etmeyen ve emir olunan şeyleri yerine getiren şiddetli melekler vardır. Amansız melekler vardır. Bakın bu ayette Allah Azze ve Celle iman getirenlere özlerini ve ailelerini korumasını emredir. Bu da ailenin İslam'da ne kadar büyük bir yere sahip olduğunu gösterir değerli kardeşler. Bakın İmam Müslim'in rivayet ettiği hadiste, sahih bir hadiste Resulullah sallallahu aleyhi ve sellem bize İblis ve onun ordusu hakkında haber verir. Allah Resulü buyurur ki İblis öz tahtını, öz erşini, öz tahtını suyun üzerinde koyar. Yani başka rivayette denizin üzerinde koyar ve öz ordusunu, öz askerlerini, şeytanlarını fitna yaymak için gönderer. Ve o şeytanların arasından ona en yakın olanı ise en büyük fitne, en büyük günah türeden şeytanlardır. Yani hansı şeytan ki çok büyük günah türedir, fesat çıkarır, o iblisin en yakın, yani yakınlarından olur. Bakın hadisin ardında Resulullah sallallahu aleyhi ve sellem bize haber verir ki o şeytanlardan biri gelip diyer ki ben bugün belə ettim, belə günahlar ortaya attım, insanlar bunu etti. Lakin şeytan der ki ona, iblis der ki ona sen hiçbir şey etmedin, yani büyük bir şey değil bu. Lakin onlardan biri, şeytanlardan biri gelip der ki ben bugün bir neferin üzerinde çok ısrarla dayandım
onu öz həyat yoldaşı ilə ayırtdım, onlar boşandılar. Bunu deyəndən sonra iblis onu özünə yaxınlaşdırar və deyər ki, ni'mə ənt, sən ən yaxşısan deyər, subhanallah. Baxın, dəyərli qardaşlar, bu günahlar arasında şeytan da yaxşı bilir ki, bir cəmiyyətin fəsadı, onun həlakı, bu ailənin dağıdılması, ora daxil olan fitnələrdən başlayır. Çünki cəmiyyətimizdə var olan hər kəs bir ailənin üzvüdür, cəmiyyəti cəmiyyət edənlər ailələrdir, dəyərli qardaşlar. Baxın, dedik ki, az öncə Allah Azza və Cəllə vəd etmişdir ki, bu dünyada insanlar öz həyat yoldaşları ilə iman gətirən həyat yoldaşları ilə bərabər cənnətdə də inşallah onlar bir yerdə olacaqdırlar. Bu Allah Azza və Cəllənin bizə vədidir. Baxın, Quran-ı Kərimdə Allah buyurur ki, "Əllezîne âmenû bi âyâtinâ və kânû muslimîn." O kimsələr ki, ayələrimizə iman gətirər və müsəlman olarlar. "Udkhulul cennete entum ve azvacukum tuhbarun." Onlara deyirlər ki, siz və həyat yoldaşlarınız, zövcələriniz cənnətə sevinərək daxil olun deyirlər. Subhanallah. Başqa bir ayət-i kərimədə isə Allah Azza və Cəllə buyurur ki, "Cennatu adnin yedkhulûnəhâ və men salaha min âbâihim və azvâcihim və zurriyyətihim." Allah Azza və Cəllə buyurur ki, özlərinin əməli salih atalarının, həyat yoldaşlarının, övladlarının daxil olacaqları ədn cənnətləri hazırlanmışdır. Subhanallah. Dəyərli qardaşlar, həqiqətən də bu Allahın bizim üzərimizdə olan böyük nimətlərindən biridir. Müsəlmanlar gərək bunu qoruyub saxlasınlar. Belə bir hadisə baş vermişdir. Bəzi müsəlmanlar da məsələləri doğru anlamırlar. Misirdə bir şeyx məsciddə insanlara dərs verərkən onlara evlilik həyatından danışıbdı. Bu əsnada o dərsdə iştirak edən yaşlı insanlardan biri dərsə gəlməzdən öncə öz həyat yoldaşı ilə mübahisə etmiş və dərsə gəlmişdir. Və o şeyx dedi ki, inşallah bu dünyada müsəlmanlar öz zövcələri ilə bərabər cənnətdə də bir olacaqlar. O şeyx əlini qaldırıb sual verdi ki, bəs bu məsələdə alimlər ittifaq edilməyib. Dedi ki, möhtərəm şeyx, bu məsələdə dəqiqdirmi? Yəni o adam elə bilir ki, bu dünyada kiməsə kim saxlayıbsa, kimlə arasında mübahisə var isə, onlar cənnətdə də o şəkildə olacaqlar. Halbuki elə deyildir, müsəlmanlar müsəlmanlara küs olsa belə və Allah Azza və Cəllə onları cənnətə daxil etdiyi zaman onların qəlblərindəki o kini, küdürəti qaldırar və müsəlman qadınlardakı o qısqancılığı aradan qaldırar. Dəyərli qardaşlar, dedik ki, müsəlmanlar bu məsələdə ehtiyatlı olmalı, evlilik həyatına önəm verməli və onu qorumaq üçün əllərindən gələnləri etməlidirlər. Baxın, səhabələrdən Mərsad ibn Əbi Mərsad, Allah ondan razı olsun. Bu sahabənin özəlliyi odur ki, bu sahabə Məkkə və ətrafını ən yaxşı tanıyan kimsələrdən biri idi və bədən cəhətdən isə çox güclü bir sahabə idi. Və bu sahabə digər sahabələrdən geri qalmamaq üçün, ahirətini qazanmaq üçün çox məsuliyyətli, ağır bir işə kəfil oldu. O sahabə Məkkədə zəif düşən, əsir olan müsəlmanları oradan qaçırıb, gecə vaxtı qaçırıb Mədinəyə aparardı. Bu sahabə dəyərli qardaşlar, və elə də edir hicrətin 1-2 illərində Mədinədən Məkkəyə yaxınlaşır, Məkkənin ətrafında gözləyir, gecə vaxtı, gecənin yarısı olduğu zaman isə gedərdi o əsir müsəlmanları belində daşıyıb, sonra Məkkədən kənara çıxıb, qandallarını açıb, sonra isə onu Mədinəyə aparardı. Və elə də edirdi və bu dəfə etdiyi zaman o yolda bir müsəlmanı oradan götürüb qaldırdığı zaman onun kölgəsindən bir nəfər onu tanıdı. Bu qadın adı İnaq idi. Bu qadın dəyərli qardaşlar Məkkədə cahiliyyə zamanında əxlaqsız qadınlardan biri idi. Mərsad bunu gördükdə Mərsadı tanıyır və deyir ki, ey Mərsad, bəlkə bu gecəni mənim yanımda keçirəsən deyə təklif edir. Lakin o tərəddüd belə etmədən dərhal deyir ki, ey İnaq, Allah Azza və Cəllə zinəni haram etmişdir dedi. Və ondan sonra həmin o qadın insanları fəryad edib çağırdı ki, Mərsad gəlib sizin əsirlərimizi uğurlamalı. Bundan sonra Mərsad şəhərin kənarına qaçır və 8 müşrik darıxsınca gedirlər. Lakin
o təqvalı olduğu üçün, Allah üçün bunu tərk etdiyi üçün Allah Azze ve Celle onu koruyur. Ya da şurada Allah buyurur ki وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مَخْرَجًا Kim Allah'tan korkarsa Allah ona bir çıkış yolu gösterer. Ve 8 müşrik düz gelir Maksadın yanında dayanır. Lakin Allah onların gözlerini kör edir. Hiç bir onu görmeden qayıdırlar. Belə bilirlər ki Maksad korkar bir daha geri dönmez. Lakin yine de gelir Mekke'ye hemen o Müslümanı oradan kasırır ve getirir Medine'ye. Bakın değerli kardeşler bu sahabe Medine'ye geldikte cahiliye zamanından inadı tanıdığı için geldi Peygamber Efendimiz dedi şey Allah'ın Peygamberi. Hemen o inatla evlenebilirim mi diye sual verdi. Ve Resulullah sallallahu aleyhi ve sellem sakit durdu. Ayet nazil oldu ve o ayet kıyamet gününe kadar dokunacaktır inşallah. Allah Azze ve Celle buyurdu ki اَزَّانِي لَا يَنْكِحُ إِلَّا زَانِيَةً اَوْ مُشْرِكًا وَالزَّانِيَةُ لَا يَنْكِحُهَا إِلَّا زَانٍ اَوْ مُشْرِكٍ وَحُرِّمَ ذَٰلِكَ عَلَى الْمُؤْمِنِينَ Uzağlar buyurdu ki zinakar kişiyle sadece ve sadece zinakar kadın veya müşrik bir kadın evlenebilir. Zinakar kadınla da sadece ve sadece zinakar kişi veya müşrik bir kişi evlenebilir ve bu müminlere, iman getirenlere haram edildi. Bu ayeti eşiden kimi maksat Allah ondan razı olsun, semi'na ve ata'na dedi ve ağlarından bir daha kesilmedi. Burada bir işaretler vardır değerli kardeşler, Müslümanlar özlerine denk olanlarla evlenmelidirler. Allah Azze ve Celle bize buna işaret vermiştir burada. Değerli kardeşler, dedi ki Allah Azze ve Celle evliliği əqdində, evliliğe ait meselelerde buyurdur ki, 3 şey vardır ki onların ciddisi de ciddi sayılar, zarafatı da ciddi sayılar. Bunların üçü de evliliğe aittir. Evlenmeye, boşanmağa ve boşandıktan sonra kala geri qaytarmağa. Bir insan zarafat ile evlendim diyerse, karşı taraf da şahitlerin huzurunda kabul ettim diyerse, o artık evlenmiş olan. Değerli kardeşler, Allah Azze ve Celle bize dedi ki bu hafta bir sohbette haber vermiştir. Vaktimiz yoktur vakit danışmağa. Lakin onu diyelim ki Resulullah sallallahu aleyhi ve sellem veda hutbesinde tekriben 100.000 sahabenin olduğu yerde insanlara nasihatler etti. Ve onlardan biri de oydu ki Allah Resulü buyurdu ki Allah için kadınlar hakkında Allah'tan korkun, takvalı olun. Onlar Allah'ın size emanetidir. Siz onları özünüze Allah'ın kelamı ile yani kebin ile, əqd ile halal ettiniz. Bu Resulullah sallallahu aleyhi ve sellem ümmetine tövsiyesidir. Ve hemsinin hayrukum hayrukum li ahli ve ana hayrukum li ahli. Sizin en hayırlınız öz ailesine en hayırlı olanınızdır. Ben ise aileme sizden en hayırlı olanım. Bu da onu gösterir ki değerli kardeşler, bir insan eğer bu ümmetin hayırlarına olmak istəyirsə, öz ailesinden başlamalıdır, ailesine hayırlı olmalıdır. Bakın değerli kardeşler, bir neçə məsələ vardır ki, onları biz özellikle demek istəyirik. Çünkü bizim ölkəmizdə çox təəssüflər olsun ki, bu çox yayılımdır. Yani Müslümanlar şeriatın bazı əhkamlarından özellikle evlilik məsələlərində o kadar cahildirlər ki, İnsanlar belki de 20 defa, 30 defa öz hayat yoldaşına seni boşadım demiştir. Halbuki değerli kardeşler, bizim şeriatimizde her bir Müslümanın öz zövcesine, hayat yoldaşına sadece 2 defa boşama hakkı vardır. Eğer bir insan 2 defa boşadıktan sonra 3. defa boşayarsa, o zaman o kadın hiç vaxt ona olmaz. Ta ki o kadın başka birisiyle evlenirse, sonra boşanarsa ondan sonra evlenebilir. Ne için bu edilmiştir? Edilmiştir ki bizim dinimizde evliliğiyle bağlı meselelerde oyuncak olmasın. Buna çok dikkat edin değerli kardeşler ve insanlar gerek bunu hatırlatmalı, meclislerde olarken tanışlarına demelidir ki bilmeden bu hataya düşmesinler. Hakikaten de birçok insanın meselede qəflətdədirlər. Həmsinin başka bir meseleni hatırlatmak istedim ki bazı Müslümanlar evliliği arasında onlar karşı tarafla birbirlerini yaxşı tanımaları üçün kəbin kəsirlər ki birbirlerini yaxşı tanısınlar, rahat söhbət edə bilsinlər ve sonra zaksa düşsünlər. Lakin değerli kardeşler, bizim için önemli olan zaks değil, şeriatdır. Biz bilmeliyiz ki bir insan eğer
evlilik ərəfəsində, nişanlı ərəfəsində kəbin kəsərsə, artıq o qadın onun zövcəsi olmuş olar və o kişi onu boşamadan boşanmış olmaz. Bu məsələdə ehtiyatlı olun. Biz şahid olmuşuq ki, bir müsəlman öz övladını başqa bir qohumu ilə evləndiribdi və daha doğrusu nişanlı ərəfəsində kəbin kəsiblər. Lakin sonra aralarında bir ixtilaf düşübdü və cahil olduğundan onu ayırıb və sonradan evləndirilmiş başqa bir insana övladları olmuşdur. Halbuki bu adam xəbəri yoxdur ki, onun övladı daha öncə nişanlı ərəfəsində kəbin kəsdikləri adamın həyat yoldaşıdır. Və sonradan onu axtardı, ondan boşanmasını tələb etdi və sonra yenidən kəbin kəsdilər. Dəyərli qardaşlar, bu bizim üçün önemlidir. Müsəlmanlar bu məsələdə ehtiyatlı olsunlar, bunu xatırlasınlar. Və həmçinin bilirik ki, bizim dinimizdə qohumlarla, yəni əmi oğlu, əmi qızı, xala qızı, bibi qızı, bunlarla evlənmək bizim dinimizdə caizdir. Və hansı həkimlərin də, hansı kimsələrin deməsi ki, bu evlilikdən xəstələr törənəcək, bu xurafatdır. Və bunu həkimlər belə, alimlər belə yeşdikdə bunu qəbul etməyiblər. Mümkün deyil ki, bizim dinimizdə bir şey icazalı olsun, lakin o insana xətər getirsin. Dəyərli qardaşlar, bu məsələdə ehtiyatlı olalım və Rasulullah sallallahu aleyhi ve sellem bizə bir çox hədislərində evlilik haqqında bizə tövsiyələri vardır. Baxın, Quran-ı Kərimdə Allah azze ve celle bizə bir ev haqqında xəbər verir ki, o ev ən zəif evdir. Uca Allah buyurur ki, وَإِنَّ أَوْهَنَ الْبُيُوتِ لَبَيْتُ الْعَنْكَبُوتِ لَوْ كَانُوا يَعْلَمُونَ. Həqiqətən də evlərin ən zəifi olan hörümçəyin evidir ki, kaş ki onlar bunu biləyirlər. Baxın dəyərli qardaşlar, müasir alimlər ixtira ediblər, görürlər ki, həqiqətən də elə hörümçək növləri vardır ki, onlar hörümçək ovunu, toru düzəltdikdən sonra erkeği ya öldürür ya da oradan qovur. Sonra özü, öz övladları böyüklükdə isə həmin o dişi hörümçəyi onu öldürür və yaxud qovurlar. Bu həm mənəvi cəhətlər, həm də fiziki yöndən baxırsan ki, o evdə xeyir bərəkət yoxdur. Bugün baxırsan ki, insanlar gözəl evlərə sahibdirlər, zahirən baxdığın zaman hörümçək toru kimi gözəl bəzəklidirlər, lakin içərisində sanki qəbirstanlıqdır. Allah'ın adı çəkilmir, tövhiddən xəbərləri yoxdur, Allah'ın dinindən danışılmır, Allah'a zikr edilmir. Elə evlər dəyərli qardaşlar zahirən gözəl görsənsə belə, həqiqətdə ən zəif evlərdir. Və ən sonluğu deyərəm ki, dəyərli qardaşlar, Allah azze ve celle bizə Quran-ı Kərimdə buyurur ki, Ya eyyühəllezine amanu, ey iman gətirənlər, İnne min azvacikum və avladikum aduvən lakum tahzaruhum. Həqiqətən sizin öz həyat yoldaşlarınızdan və övladlarınızdan sizin üçün düşmənlər vardır ki, onlardan ehtiyatlı olun. وَاِنْ تَعْفُوا وَتَصْفَحُوا وَتَغْفِرُوا فَاِنَّ اللّٰهَ غَفُرُ رَحِيمٌ. Bakın, Allah azze ve celle bize bildirir ki, bütün aile değil, bazı ailelerde bakırsan ki, zövcə və yaxud da övlad atasına deyir ki, sen beni bu dünyada en güzel şeylerle təmin et, lakin cəhənnəmə geçsəm belə, mənim üçün maraqlı deyil deyirlər. Yəni bu zahirən deməsə belə, əməlləri o gərəkdir. Lakin Allah azze ve celle bize demir ki, dərhal boşuyun və yaxud övladdan çıxarın. Uca Allah buyurur ki, ey iman gətirənlər, sizin öz həyat yoldaşlarınızdan və övladlarınızdan sizin üçün düşmən olanlar vardır ki, onlardan ehtiyatlı olun. Və Uca Allah ayetin ardında buyurur ki, وَاِنْ تَعْفُوا اَجَرْ اَفْتَسَّنِزْ وَتَصْفَحُوا onların eyiblərini örtsəniz və onları bağışlasanız, bilin ki Allah azze ve celle bağışlayan da rahimdir.